Demək, mən bura təzə gələndə Norveçə, mən buranın həyat tərzi ilə tanış olanda mənə elə gəlirdi ki, burada insanlar Sovet hökumətinin təsəvvür etdiyi, planlaşdığı bir həyat tərzi sürürlər. Yəni əsl kommunizm deyirdilər. O kommunizm dedikləri şey buradadır. Zaman-zaman buna əmin oldum ki, bu haqda təkcə mən düşünmürəm. Yəni mənim kimi bir çox gələn insanlar, Norveçə təzə gəlmiş insanlar belə fikirləşirlər. Niyəsini də indi sizə izah edəcəm. Demək, burada insanların həyat tərzi elədir ki, bəzi xırda işlər istisna olmaqla burada şəxsi sahibkar demək olar ki, yoxdur. İnsanlar hamısı hardasa şirkətlərdə işləyir, böyük şirkətlərdə işləyir. Yəni bəzi şirkətlər istisna olmaqla və bəzi sahələr istisna olmaqla digər bütün şirkətlər əsasən dövlətə məxsusdur. Yəni misal üçün avtobusdur, hər hansı bir qatar sahəsidir, qatardır, qatar sərnişin daşınma, mağazinlərdir, böyük mağazinlərdir. Burada hökmən dövlətin əli var. Dövlətin payı var, yəni əli var deyərkən. Dövlətin payı var. İnsanlar da burada işləyir və yüksək maaş alır. Yüksək maaş almaqla yanaşı sosial tələbləri, sosial şərtlər çox yüksək səviyyədədir. Hətta burada əlavə işçi götürmək də sərf eləmir. Mən sizə qeyd edeyim ki, burada elə bir sistemdir ki, şirkətin rəhbəri, baxmayaraq ki, o şirkət şəxsi deyil, direktor ola bilər, ya özəl şirkətdə ola bilər. O şirkətin rəhbəri fəhlə kimi, şirkətin bir fəhləsi kimi, şirkətin bir əməkdaşı kimi qolunu çırmayıb işə işləyir. Yəni adam orada bu şirkətin rəhbəri də fəhlədir, fərq eləmir. Misal üçün adam şirkət açır, şirkətdə onun əsas qazancı nədir? Özünə yüksək maaş yazır, yüksək maaş alır. Amma şirkət demək olar ki, sıfırla işləyir. Misal üçün kafe şirkəti, kafe işində, restoran işində aşağı yuxarı sıfırla işləyir. Sıfırla işləməsə belə şirkətin böyük bir gəliri olmur. Sadəcə bunun gəliri özünə və digər işləyən işçilərə maaş yazır, yaxın ətrafıdırsa. Yaxşı maaş alırlar, qazancı bu adamın bu olur. Ümumiyyətlə burada işçilərin maaşı yüksəkdir. Yüksək olmağına yanaşı işçinin bütün sosial təminatları təmin olunur. Belə ki, yəni işçi xəstələndi və yaxud bülletenə çıxdı və s. və ilə axır yüksək səviyyədə təmin olunur. Və pensiya falan, bunlar hamısı əla, çox yüksək səviyyədə təmin olunur insanlarda burada. Bu arada kanalımıza abunə olmağı sizdən xahiş edirəm. Demək, kommunizmlə niyə müqayisə edirdim mən burada? Yəni deyirəm, başqa Sovet məkanından çıxmış insanlar da bu fikirdə mən gördüm ki, onlar da mən deyəni təsdiq edirlər. Bu ölkədə evsiz adam yoxdur. İşləmək istəyirsənsə işdə var. Evsiz adam yoxdur. Sosial təmin olunmamış adam yoxdur. Hətta işləmirsənsə belə minimum yaşam tərzini təmin edirlər. Sənin evin yoxdursa da evlə də təmin edirlər. Sən misal üçün bir nəfərsən, iki nəfərsən ailədə, yaxud və s. və ailə üzvlərinin sayı çoxdursa da hökumət səni təmin edir. Heç kəs küçədə yaşamır, küçədə qalmır və heç kəs də dilənçilik eləmir. Hə, Osloya gəlsəz dilənçi görərsiniz. Təbii ki, onlar da yerli Norveçlilər deyil. Gəlmələr ola bilər və s. xalqların nümayəndələri ola bilər. Amma Norveçlilər hamısı ən azı minimum yaşam həddində təmin oluna bilər. Bu səbəbdən də bu ölkədə cinayətkarlığın səviyyəsi olduqca aşağıdır. Yəni insanların bütün minimum yaşam həddi təmin olunub dövlət tərəfindən. Yəni adam özünə, yəni minimum dedikdə, yəni minimum da lap bir kasıb səviyyəsində deyil bizim ölkələr üçün. Adam özünə gedib yeni bir şey almağa pozvaliyyət edir də, yəni özünə icazə verir, gedib ala bilir və nəyə görə də gedib oğurluq eləməlidir səndən ki, sən işlənmiş nə edirsə oğurlayıb bir şey eləyəcək. Burada yerli Norveçlilər arasında oğurluq halı sıfırdır. Oğurluq ümumiyyətlə Norveçdə sıfırdır, amma Norveç nə qədər zəngin ölkədə olsa, inkişaf etmiş ölkədə olsa, bu ölkə çalışır ki, bir çox hallarda, mənə elə gəlir ki, bu qəsdən edilir, ya bir deyə bilmərəm, bir çox hallarda inkişafın dalıca qaçmır. Nə mənada? İndi sizə bir misal göstərim. Burada kağız qəzet hələ də oxunmaqdadır, kütləvi oxunmaqdadır, yüksək
oxuculuq qabiliyyəti var. İnsanlar təsəvvür edin, ona abunə olur, qapılarına gətirirlər və yaxud da kitabxanalara gedirlər, gedib orada qəzet oxuyacaqlar. Beləncə bir hallar var. Təsəvvür edin ki, indi bunu TV proqramları qəzetlərdə dərc olunur və adamlar ona uyğun verilişlərə baxırlar ki, hə, sabah axşam filan kinonu göstərəcəklər və yaxud filan veriliş olacaq və s. və ilaxır. Təsəvvür edin, bu səviyyədədir. Baxmayaraq ki, burada insanlar hamısı ələxüsusda Facebookun daimi istifadəçisidir. Gənclər təbii ki, digər sosial platformalarda istifadə edirlər. Amma insanlar hamısı, demək olar ki, hamı Facebook üzərindən, Facebookdan çox istifadə edirlər. Yerli öz bələdiyyələrində, öz rayonlarında, bölgələrində nələrin baş vermədiyini və yaxud hər hansı bir tədbirin olub-olmamağını Facebook üzərindən xəbər tuturlar. Buna rəğmən də yenə də qəzet burada kütləvi oxunmaqdadır. Dostlar, kanalımıza abunə olun və digər videolarımızı izləməyi unutmayın. Xatırladım ki, kanalımızda maraqlı videolar var. Misal üçün, Azərbaycan təhsili ilə bağlı və Azərbaycan təhsili və Norveç təhsilinin müqayisəsi ilə bağlı qızların maraqlı söhbəti var burada. Baxa bilərsiniz. Şərh bölümündə onu qoyacağım və digər videolarda izləməyi unutmayın. İzlədiyinizə görə təşəkkür, sağ olun. İnşallah növbəti videolarınızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun.